Dinimizin hökmlərinə baxdığımız zaman təbii ki, dində məcburiyyət yoxdur. Mükəlləf olduğun zaman oruç tutarsan, məsələn, belə deyək, orta yaşlı oğlanlar üçün 14-15 yaş yarım arası bəlağət həddi sayılır ki, o zamandan oruç tutmağa başlayırlar. Və yaxud da bizim coğrafi mühitə əsasən şəriətdə 9 yaşdır, 11 yaş, 12 yaş onların şəri öhdəlikləri üzərlərinə gəldiyi zaman oruç tuta bilərlər. Amma bəzən biz uşaqlarımızın sağlamlığını düşərək hər hansısa onlara qadağanı qoyuruq, qoymağa çalışırıq. Amma İslam buna nə deyir? Allah Rəsulunun dövründə necə idi? Məsələn, səhabələr az yaşlı uşaqlarını oruç tutmağa təşviq etmək niyyəti ilə, halbuki onların yaşları oruç tutmağa düşmür. Onları günortaya qədər bəzən həvəsləndirərdilər. Bizim dövrümüzdəki kimi müasir oyuncaqlar yox idi. Ağacla, iplə, müxtəlif oyuncaq vasitələri düzəllərdilər ki, onlar Ramazan ayının hikmətini anlasınlar, Ramazan ayının mahiyyətini, əhəmiyyətini anlasınlar ki, sonra yaşları gəlib çatanda deməsinlər ki, bu ibadət nədir, mən bundan uzaq dururam və yaxud bu çətin bir işdir, mən bunu etmirəm. Bax, bu baxımdan şəri öhdəliyimiz olduğu zaman tutmaq vacibdir, tutmalıyıq. Təbii ki, tələbədir, hardasa təhsil alır, müəllim yanına gedir, bunlar təhsil önəmlidir. Quran-ı Kərimdə bizə oxumaq deyir, əmr edir, amma bir işi icra edib, digər vacib əmri də tərk eləməyimiz təbii ki, doğru deyil. Hər şey Allahın əlindədir, elmin də sahibi Allahdır, güc də Allahdandır, qüdrət də Allahdandır, sağlamlıq da Allahdandır. Biz bu aya biganə yanaşmayaq, uşaqlarımızı bu aydan soyutmayaq. Uşaqdır deyəsən, sahurda durma, yatmaq sənin üçün daha yaxşıdır, üstlərini örtüb yatmağa təşviq etməyək. Oyadaq onları, oruç tutmasalar belə bizim sahur süfrəmizin ətrafında əyləşsinlər. Bu ay haqqında onlara məlumat verək. Nədir bu ay? Nə üçün göndərib Rəbbimiz? Bu ayın hikməti nədən ibarətdir? Təkcə bu ay elə ac qalmaqdan və ya yeməkdən ibarət deyil ki, bəlkə bunun ən, belə deyək, qabarıq görsənən tərəfi sahur və iftardan ibarətdir. Amma bu ayın içərisində mərhəmət var, şəfqət var, sevgi var, qardaşlıq var, dəyərlər ətrafında insanların birləşib bircə süfrəyə əl uzatmağı var, bircə süfrədən çəkinməyi var, dua var, Rəbbə yönəlmək var və bunları da uşaqlarımızın görməsinin təbii ki, böyük bir faydaları var. Rüfət bəy, çox qısa iki sualım olacaq, amma sizdən vaxtımız azdır, qısa cavab istəyəcəm. Birincisi ilə bayaq iftarlarla bağlı dediniz ki, biz Ramazan müddətində aşırı dolu iftar süfrələri görürük. Bu nə dərəcədə doğrudur? İlk bu sualı istəyirəm, biz qısa cavablandırasınız. Təbii ki, biz yenə Allah Rəsulunun dövrünə qayıtdığımız zaman görürük ki, onların süfrəsində bir və ya iki yemək olardı. Bugün də insanlarımıza tövsiyəmiz bundan ibarətdir ki, Allah Rəsul buyurur, ibadətin ən gözəli az olub davamlı olandır. Yəni, çox süfrəyə nemətlər yığıb, bir dəfə edib, ikinci dəfə iftar süfrəsindən məhrum olmaqdansa, biz süfrələrimizi biraz sadələşdirək, daha çox insanların iftar etməsi üçün fürsət yaradaq. Və yaxud o qidaları daha çox oruçlu olub, bizim kimi o qidalara sahib olmayan insanların iftarlarını açmalarına vəsilə olaq, daha çox savab qazanaq. Amma bir insan süfrəsində bir neçə nemət qoyubsa, gələn qonağına daha gözəl bir xidmət eləmək istəyirsə, biz illa da elə Ramazan ayının iftar süfrəsinin üzərinə yüklənməyək ki, onu etməklə böyük günah elədi, haram elədi. Onsuz da başqa vaxtlarda bu insanlar belə süfrə açanda heç kəs qınamır ki, nə üçün belə gözəl bir süfrə açıbsan. Amma gözəl olanı, sadə olandır, gözəl olanı az qida qəbul etməkdir, gözəl olanı faydalı, organik qidalar qəbul etməkdir ki, israfçılığa yol verməyək və vücudumuzu artıq şeylərlə yüklənməyək.